Mərkəzi Bank ölkədə istehlak kreditlərinin verilməsi ilə bağlı banklar qarşısında yeni tələblər qoyacaq. Bu barədə Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayev hesab vaxtına müsahibəsində bildirib. Onun sözlərinə görə yeni qaydalar istehlak kreditlərinin verilməsi prosesini daha da çətinləşdirəcək. İlin sonuna kimi banklarda istehlak kreditlərinin verilməsini tənzimləyən yeni qaydalar qüvvəyə minəcək. Bu qaydaları özündə əks etdirən normativ sənədlər toplusunu Mərkəzi Bank hazırlayır. Məqsəd ilk növbədə istehlak kreditlərinin artım tempini aşağı salmaq, həmçinin bankların risklərini azaltmaqdır. Normativ qaydalarda həm vətəndaşın aldığı krediti 14 gün ərzində geri qaytarmaq hüququnun təmin olunması, həm də aylıq kredit ödənişi ilə aylıq gəlir arasında konkret nisbət qoyulması əks olunub. Hələ ki, qurum tələblərinin təfərrüatları ilə açıqlanmır, amma ilin sonuna qədər bankların istehlak krediti verməsi indikindən çətin olacaq. Bu dəqiqdir. Yəni dünya təcrübəsində bu var, bir sıra göstəricilər var, yəni istehlak krediti götürən şəxslərin ödəniş qabiliyyəti, onların gəlirləri və s. Yəni bu meyarlar əsasında biz də özümüzə uyğun olaraq bir müəyyən riskləri idarə edə biləcək bir yeni prudensial normalar üzərində işləyirik. Mərkəzi Bankın istehlak kreditlərinin azaldılması ilə bağlı addımları dövlət başçısının biznes sahəsinə vəsait qoyuluşunu artırmaqla bağlı tapşırığından sonra daha da aktivləşib. Hazırda ölkədə verilən kreditlərin ümumilikdə 41%-ni sırf istehlak kreditləri təşkil edir. Bu kreditlərin xüsusi çəkisi azalmasa da ötən ilin eyni dövrü ilə müqayisədə son 9 ayda artım tempi 2 dəfə aşağı düşüb.